Salam, hər vaxtınız xeyir. 7-ci sinif coğrafiya dərsliyinin 1-ci hissəsindən coğrafi mövqe bölməsinin coğrafi mövqeyin təyini mövzusunun izahı ilə tanış olaq. İlk öncə şəkildə Rotterdam limanını görürük. Rotterdam limanı Reyn və Maas çaylarının birləşib Şimal dənizində töküldüyü yerdə yerləşir. Bu şəhər Avropanın ən böyük limanıdır. Daşınan yüklərin həcminə görə Rotterdam dünyanın iri limanlarından biri sayılır. Terminallar, yükləmə boşaltma məntəqələri birbaşa dərin sularla sərhədləndiyi üçün gəmilər açıq dənizdən sürətli və təhlükəsiz şəkildə limana daxil ola bilir. Belə ki, bu amil gəmilərdə olan məhsulların tez bir zamanda boşaldılıb yüklənməsinə imkan verir. Rotterdam şəhərinin mövqeyi limanın səmərəliliyini və rəqabət üstünlüyünü artırır. Rotterdam şəhəri harada yerləşir? Rotterdam şəhəri Avropa qitəsində Niderland ərazisində yerləşir. Rotterdam Avropada ən mühüm liman olmasının səbəbi nədir? Ən mühüm liman olmasının səbəbi odur ki, liman ərazisi dərin sularla əhatələnmişdir və okean gəmiləri birbaşa olaraq bu ərazilərdə rahat şəkildə hərəkət edə bildiyi üçün limanın da inkişafı sürətlənmişdir. CIS vasitəsilə limana aid hansı növ xəritələr tərtib etmək olar? Burada limanın sahillərinin xəritələrini tərtib etmək, orada hava şəraitini qiymətləndirmək və s. Xəritələri hazırlamaq mümkündür. Xəzər dənizində hansı limanları tanıyırsınız? Xəzər dənizində məsələn Bakı limanını misal göstərmək olar. Aktau limanını misal göstərmək olar, Həştərxan limanını misal göstərmək olar və s. Azərbaycanın coğrafi mövqeyi haqqında hansı fikirləri söyləyə bilərsiniz? Azərbaycanın coğrafi mövqeyi haqqında söyləmək olar ki, ölkəmizin ərazisi Avropa və Asiya qitələrinin qovşağında yerləşir. Nəticədə bu iki qitəni birləşdirən mühüm yollar ölkəmizin ərazisindən keçir və bu da Azərbaycanın coğrafi mövqeyinin əlverişli xüsusiyyətlərindən biridir. Ölkəmizin coğrafi mövqeyinin üstünlükləri nədən ibarətdir? Ölkəmizin coğrafi mövqeyinin üstünlüklərindən biri də qeyd etdiyimiz kimi Avropa və Asiya kimi böyük qitələrin bir-biri ilə birləşdiyi yollar üzərində yerləşməsidir. Belə ki, bir neçə ölkə Avropa və Asiya arasında ticarət əlaqələri qurarkən bizim ölkəmizin ərazisindən tranzit ərazi kimi istifadə edir. Bu da ölkənin coğrafi mövqeyinin üstünlüklərindən biridir. Coğrafi mövqeyin təyini. Sinqapur eyni adlı paytaxtda malik olan şəhər dövlətdir. Bu ölkə güclü iqtisadiyyata malikdir. Dünya xəritəsində bu ölkə demək olar ki, görünmür. Yəni ərazisi çox kiçikdir o mənada. Bəs Sinqapur harada yerləşir? Sinqapur Cənub-Şərqi Asiyada, Malakka yarımadasından cənubda yerləşən çox kiçik bir ada ölkəsidir. Yerini hal-hazırda xəritə üzərində görürük, B şəklində. Sinqapur şimalda Malayziyadan Kahor boğazı, cənubda isə İndoneziyadan Sinqapur boğazı ilə ayrılır. Ölkə 1 dərəcə şimal enliyində, 103 dərəcə şərq uzunluğunda yerləşir. Və heç bir ölkə ilə quru sərhədi yoxdur. Çünki ada ərazisində yerləşir. Sinqapur eyni adlı şəhərin yerləşdiyi əsas adadan və çoxlu kiçik adalardan ibarətdir. Sahəsi 728,6 kvadrat kilometrdir. Sinqapurun ərazisi kiçik olsa da, əhalisi 6 milyondan çoxdur. 2024-cü ilin məlumatı. Sol tərəfdə biz Sinqapurun etnik tərkibini görürük. Diqqətlə baxsaq görərik ki, əhalinin 74%-i Çinlilərdən, 13,5%-i Hindlilərdən, 9%-i Malaylardan, 3,2%-i isə digər xalqların nümayəndələrindən ibarətdir. Sinqapur çoxmillətli ölkədir, diaqramdan da görünür. Əhali tərkibinin müxtəlif xalqlardan ibarət olması tarixi amillər və ölkənin yerləşdiyi ərazi ilə bağlıdır. Yəni bura ilk əvvəllər müstəmləkə ərazi olduğuna görə, həmçinin də bir neçə ölkənin, həmçinin qitələrin
ticarət əlaqələrinin yolu üzərində yerləşdiyi üçün ölkənin əhalisi də çoxmillətlidir. Deməli, əhalinin tərkibinin müxtəlif xalqlardan ibarət olması tarixi amillər və ölkənin yerləşdiyi ərazi ilə bağlıdır. Ölkənin iqtisadi inkişafı regiondakı dövlətlərdən əhalinin buraya axınına səbəb olmuşdur. Fəaliyyət A şəklində təsvir olunan şəhərin iqtisadi inkişafı haqqında hansı fikirləri söyləmək olar? Baxırıq A şəklində hündür mərtəbəli binaları görürük, geniş şəhər quruculuğunu görə bilirik və bu o deməkdir ki, ərazidə güclü inkişafa malik olan şəhər yerləşir. Yəni söhbət burada Sinqapur şəhərindən gedir. İkinci sual, B xəritəsinə əsasən Sinqapurun yerləşdiyi qitəni müəyyən edin. Sinqapurun hansı ölkələrlə sərhədi var? Sinqapurun xəritəyə əsasən Cənub-Şərqi Asiya regionunda yerləşdiyini, yəni Asiya qitəsində olduğunu görürük. Sinqapur Malayziya və İndoneziya ilə su sərhədinə malikdir. Üçüncü sual, C və D təsvirlərinə əsasən sualları cavablandırın. C təsvirində biz Sinqapurun etnik tərkibini görürük. D təsvirində isə 3 şəxsin şəklini görürük. A variantı, C dairəvi diaqramını təhlil edin. Sinqapurda hansı xalqlar üstünlük təşkil edir? Diaqrama biz əvvəlcə baxmışdıq. Burada Çinlilər, Hindlilər və Malaylar üstünlük təşkil edir. 74,3% Çinlilər, 13,5% Hindlilər, 9% isə Malaylılar təşkil edir əhalinin etnik tərkibini. D şəklində təsvir edilən Sinqapurlu uşaqlar C diaqramında verilən hansı xalqların nümayəndələridir? 1 nömrəli Çinli, 2 nömrəli Hindliyə oxşuyur, 3 nömrəli isə Malaylıdır. Sinqapur iqtisadiyyatına görə dünyanın inkişaf etmiş ölkələrindən biridir. Ölkə qlobal miqyasda dəniz ticarəti ilə tanınır. Sinqapur limanı Sakit və Hind okeanları arasında üzən gəmilərə xidmət göstərir. Biz xəritə üzərində Sinqapurun mövqeyini görürük. Şimalından və cənubundan yük daşıma yolları keçir Y şəklində. F şəklində isə Sinqapur dəniz limanının təsvirini görürük. Sinqapur həm də sərnişin daşınmasına görə fərqlənir. Şəhərdə yerləşən Changi hava limanı dünyanın ilk 10-luğuna daxildir. Hava limanının qitələr arası mövqeyi onun beynəlxalq daşımaları həyata keçirməsinə imkan verir. Nəticədə kiçik ada ölkəsinin əlverişli mövqeyi onun iqtisadi həyatında mühüm irəliləyişə səbəb olur. C şəklində dünya üzrə dəniz nəqliyyatı və yük daşımaları xəttini görürük. Sualları cavablandıraq. 4-cü sual, Y və F təsvirlərinə əsasən sualları cavablandırın. Y və F. Y xəritəsində daşımaları həyata keçirmək üçün hansı dəniz yolunu, şimal və ya cənubu seçmək daha məqsədə uyğundur? Baxırıq Y xəritəsinə. Burada cənubdan keçən yolu seçmək daha məqsədə uyğundur. Səbəb isə odur ki, şimaldan keçən yol dar bir ərazidən keçdiyi üçün onun istifadəsi çox da əlverişli deyil. Ancaq cənubdan keçən yol açıq dənizdən keçdiyi üçün buranın istifadəsi daha əlverişli hesab olunur. B variantı, F şəkli C xəritəsindəki hansı dəniz yolu üzərində yerləşmişdir? Baxırıq, F şəkli Sinqapur dəniz limanıdır. O da C şəklində, baxın, buradan Malakkanın yaxınlığından keçən dəniz yolunun üzərində yerləşir. Və yaxud bunu Y şəkli ilə də əlaqələndirsək, Sinqapurun cənubundan keçən dəniz yolunun üzərində yerləşdiyini də qeyd edə bilərik. C variantı, nə üçün Sinqapurda beynəlxalq əhəmiyyətli dəniz və hava limanları var? Səbəbi odur ki, Sinqapur həm qitələri əlaqələndirən hava nəqliyyatı yollarının üzərində, həm də dəniz yollarının üzərində yerləşir. Yəni, Sinqapurun coğrafi mövqeyi elədir ki, gələn, məsələn, Asiyadan Avropaya getmək istəyən gəmilər
ən yaxın yol olaraq Sinqapurun ərazisindən keçməlidir. Bu da onun coğrafi mövqeyini əlverişli edir. Həmçinin Asiyadan Avstraliyaya, və yaxud da ki, əks istiqamətdə hərəkət edən hava nəqliyyatı, yəni təyyarələr də yenə də Sinqapur limanından keçməli olur. Hava limanından əlbəttə ki. Bu da ölkə ərazisini mühüm edir. 5-ci sual. C xəritəsinə əsasən aşağıdakı suallara cavab verin. C xəritəsinə baxırıq. Dünyanın nəqliyyat və yük daşımaları göstərilibdir. Dəniz nəqliyyatı. A variantı. Dəniz nəqliyyatında hansı okeanlardan daha çox istifadə edilir? Bunu ən sadə yolla okeanlarda daha çox yolun keçdiyi hissəyə baxmaq lazımdır. Məsələn, baxırıq Atlantik okeandan əsas marşrutlar daha çox keçir, narıncı rəngdə və həmçinin də alternativ marşrutlar da, yaşıl marşrutlar da Atlantik okeanda daha sıxdır. Deməli, ən birinci üstünlük olacaq Atlantik okeanda. İkinci yeri tutacaq Sakit okean, üçüncü yer Hind okeanı, ən sonda isə Şimal Buzlu okean. B variantı. Hansı qitələrin dəniz nəqliyyatında rolu daha əhəmiyyətlidir? Baxırıq, burada qitələrin sahillərinə hansında daha çox liman əlaqəsi varsa, o da daha çox əhəmiyyətli olacaq. Bunlardan biri Avropadır əlbəttə ki, biri Şimali Amerikadır, digəri isə Asiya qitəsidir. C variantı. Nə üçün Antarktida qitəsi dəniz nəqliyyatı ilə yük daşımalarında iştirak etmir? Bunun qitənin coğrafi mövqeyi ilə hansı əlaqəsi ola bilər? Bilirik ki, Antarktida materiki qütb sahəsində, cənub qütb sahəsində yerləşir və buranın da iqlimi çox sərtdir. Və beləcə insanların yaşayışı üçün əlverişsiz bir təbii şərait formalaşır. Bu səbəbdən də daimi olaraq yaşayış olmadığı üçün bura ilə heç bir ticarət əlaqələri də qurula bilmir. Dərsimizin izahı bu qədər. Sağ olun, diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.